Salam hörmətli izləyicilərim. Bugün də belə bir asan toxunan bir naxışı istəyirəm göstərim. Bundan da hər şey toxuya bilərsiniz. Jilet, ceket, papaq, uşaq ədyalına, nəyə istəsəz toxuya bilən bir naxışdır. Sapım da 100 qramlıq, 220 metrəlik bir sapdır. Orta qalınlıqda olan bir sapdır. İlməkləri də 4-4 yığırıq. Buradan indi mən qısa formada göstərəcəm. Mən rezinka hissəsini belə toxumuşam. 2 düz, 2 tərs. Siz də istəsəniz bu formada toxuya bilərsiniz. Mən indi burada rezinka toxuyan deyiləm. Rezinkanın kimin ürəyi necə istəyir, o cürdə toxuya bilər. Bu ilməkləri 2-2 yığacam buradan. Belə 2 də kənar ilmək yığıram. Qısa formada göstərəcəm bu formada. 3 dənə 4, 12, 13, 14, 15. Bu yanda da 16 ilmek yığacağım milimin üstüne. Şimdi bunun için böyle bir sapımı götürürüm. Milimin üstüne yığıram bunu kısa formada. Üç, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16 ilmek. Buradan bir düğün atım. Bu artığı da kəsirəm. İndi mən rezinka toxuyan deyiləm burada. Hər iki üzdən bir sıra tərs toxuyacağım. Birinci ilməni də toxuyuram. Birinci sıra olduğuna görə qalan ilməkləri hamısını tərs toxuyuram. Axırıncını da tərs toxudum. İndi bir sırada tərs üzdən tərs toxuyuram. Arxa üzdən də hamısını tərs toxudum. İndi düz üzdən birinci kənar ilməyi götürürəm. 2 tərs toxuyuram. Bu 2 ilməyin buradan arxa tərəfindən bir ilmək çıxardıram. Sonra 2 ilməyin içindən bir ilmək çıxardıram. Yenə 2 tərs toxuyuram. Yenə bu 2 ilməyin arxa tərəfindən götürdüm. Sonra 2 ilməyin içindən. Yenə 2 ilmək tərs. Bu 2 ilməyin arxasından götürürəm. Sonra içindən çıxardıram. Yenə 2 ilmək tərs. Kənarda tərs toxudum. İndi bura arxa üzüdür. Arxa üzündən də hamısını tərs toxuyuram.
formada. İndi düz üzdən hamısını düz toxuyuram. Arxa üzdən də hamısını tərs toxuyuram. Birinci sırada olduğu kimi. Kənarı da tərs toxudum. İndi burada bunların yerini dəyişdirirəm. Burada birinci tərs toxumuşdum. İndi kənarı götürürəm. Burada bu iki ilmənin arxasından çıxardıram. Sonra içindən çıxardıram. Sonra yenə iki tərs toxuyuram. Sonra yenə də bu iki ilmənin arxa tərəfindən götürürəm. İki ilməyin sonra içindən. Yenə iki tərs toxuyuram. Yenə bu iki ilmənin arxa tərəfindən bir ilmək çıxardıram. Sonra içindən götürürəm. Yenə iki tərs toxuyuram. Burada da axırıncı iki ilmənin arxasından götürdüm. Sonra da içərisindən. Bir kənarda tərs toxudum. Burada kənarı götürürəm. Bu iki ilməyi artırdığımla götürdüyüm ilməni tərs toxuyuram. Sonra iki düz. Yəni iki tərs, iki düz olur. İki tərs, iki düz. Biz bunu birinci sırada da belə toxumalıydıq. Mən səhv elədim də sökmədim. Yəni tərs üzündən bu birinci dəfə iki tərs, iki düzdə indi toxuduğum kimi toxumalıydım. Buranı mən bir sıranı iki tərs, iki düz toxumalıydım tərs üzdən. İndi burada toxudum o həmin şeyi. Da bunu sökmədim də bir də. İndi buradan hamısını düz toxuyuram. Tərsləri də düz toxuyuram. Axırıncı ilməni də tərs toxudum. Bu formada. Tərs üzdən yenə hamısını tərs toxuyuram.
Belə, indi burada təzədən yenə bu ilməklərin yerlərini dəyişirik. Kənarı götürürəm. 2 tərs toxuyuram. Birinci sırada 2 tərslə başlamışdıq. Burada 2 düzü içindən götürdüm. İndi yenə 2 tərslə başlayıram. Bu 2 ilməni yenə götürdüm. Sonra içindən çıxardım. Yenə 2 tərs toxudum. Bu 2 ilməni içindən çıxardım. Yenə 2 tərs toxuyuram. Yenə arxa tərəfdən götürürəm. 2 ilmənin içindən çıxardıram. Sonra yenə 2 tərs. Kənar ilməyi də yenə tərs toxudum. İndi arxa tərəfdən yenə kənarı götürürəm. Burada 2 düz var. 2 düzü düz toxuyuram. Bu içindən çıxardığım ilməkləri ikisini tərs toxuyuram. Yəni 2 tərs, 2 düz olur arxa tərəfdən. Bir sırada. 2 düz, 2 tərs. Kənarı da tərs toxudum. Formada belə bir naxışa alınır. Yenə də buradan bir sıra düz, arxa tərəfdən bir sıra tərs toxuyuruq. Yenə bunların yerini dəyişirik. Bir sıra kənardan başlayırıq. Bir sıra 2 tərs toxuyub sonra bunu eləyirik. Belə bir naxışa alınır. Sağ olun. Gələn videomda görüşənə qədər.